Salam əziz şagirdlər, bugünkü dərsimiz riyaziyyatdan 2-ci sinif 1-ci bölmədən başlayırıq. Səhifə 8-dir. Deməli, ilk öncə bu ritmik saymaq nə deməkdir? Ritmik saymaq 2-2 saymaq, 5-5 saymaq, 10-10, 20-20 bu şəkildə, yəni ritmik sayılar bir-birini təkrar edən sayılara deyirik. Burada ritmik sayası olsaq əgər, öncelikle bu ikisini, daha sonra bu ikisini, yani 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24, 26, 28 kimi devam edir. Daha sonra burada sayırıq 1, 2, 3, 4, 5 dənə şarımız var ümumilikdə. 5, 10, 15, 20, 25, 30, 35, 40, 45, 50, 55, 60, 65 kimi devam edir. Daha sonra yumurtaları sayacağıq. 2, 4, 6, 8, 10 dənə yumurta var. 10, 20, 30, 40, 50, 60 kimi devam edir. Deməli olacaq birincidə 28 B variantı olacaq. İkinci tapşırığımızda deyilir ki, ədədləri tapın. 65-dən sonraki ilk 5 ədəd. 65-dən sonraki ilk 5 ədəddən söz. Deyilir ki, 53-dən əvvəlki ilk 4 ədəd. 53-dən əvvəl ilk 4 ədəd. 52, 51, 50 və 49. 8-dən sonraki ilk 3 ədəd. Sonraki ilk 3 ədəd. 49, 50, 51. Geçtik D variantına. Burada altına çekelim. Əvvəlki sözündən danışır. 31, 30, 29, 28, 27, 26. Üçüncü tapşırığımızda deyir ki, ədəd oxu üzərinə nöqtələrə uyğun ədədləri müəyyən edin. Ədəd oxunma necə olurdu? Deməli, bu hissədə 10 ədəd var. Deməli, sayacaq 1, 2, 3, 4, 5, 6. Deməli, bu hissə olacaq 6. Bu hissə 1, bu hissə 2, bu hissə 3, bura 4, bura 5, bura 6, bura 7, bura 8, bura 9 və burada 10 olurdu. Eyni şəkildə də bu hissələr 11, 12 və s. kimi devam edir. Gəlin biz indi burada bizdən hansı ədədi soruşur? Gəlin onu tapaq. Bu hissə idi və bu hissə idi. Deyək ki, bu hissə olacaq 6. Deməli, bizim cavabımız olacaq 6. Bu hissə necə olacaq? Bu hissə olacaq 13. Deməli, bizim cavabımız olacaq 13. Bu şəkildə davamını yaza bilərsiniz. Buradan sayırıq. Məsələn, bu hissə artıq bilirik ki, biraz böyüksə 5'dir. 5'dən sonra gəlir 16, 31, 32, 33, 34, 35. Bura 45'dir.
46, 47, 48, 51, 52, 53, 50, 61, 62, 63. Bura 63 olacaq. 71, 72, 73, 74, 75, 76, 77, 78. Bura olacaq 78. 81, 82, 83, 84, 85, 86. Bura olacaq 86. 91, 92, 93, 94. Burası olacaq 94. Dördüncü tapşırıqlar verilmiş ədədləri ədəd oxu üzərində hərflərə uyğun olaraq tapın deyir. Əziz uşaqlar, buradan da ədəd oxunu anladığımıza görə 35 ədədi ədəd oxunun solunda yerləşir. Ancaq ədəd oxunun solunda, yəni 40-ın solunda heç bir hərf yoxdur. Ona görə 35 ədədinin üzərinə xətt çəkirik. Onu ədəd oxununda qeyd etməyəcəyik. Eyni şəkildə 57 ədədini görürəm. 57 ədədi 50-dən solda, sağda yerləşir. Bu səbəbdən 50-dən sağda heç bir ədəd yoxdur. Hərf yoxdur. Ona görə 57-ni çıxarırıq. Davam edirik 48-lə. 48 45-dən böyükdür, doğrudumu? Deməli 45-dən sağda yerləşəcək. Ona görə bura olacaq neçə? 48. Daha sonra baxıram 42-yə. 42 40-dan böyük, 45-dən isə kiçikdir. Amma 42 daha çox hansına yaxındır? 40-a daha çox yaxındır, 45-ə yaxın deyil. Ona görə nə olacaq? 42 burada olacaq. Daha sonra keçirik 44-ə. 44 45-ə yaxındır. Ona görə bura olacaq 44. Deməli, qeyd edirəm. A hərfi olacaq 42. B hərfində olacaq 44. C hərfində olacaq 48. Cavabımız bundan ibarətdir. Artıq mənə elə gəlir ki, B variantını siz özünüz yaza bilərsiniz. Çünki bunun eynisidir. Yenə daha bir tapşırığımız onluqlar və təkliklərin sayını müəyyən edin. Kubların sayını dəftərdə yazın. Uşaqlar, yadınızda saxlayın ki, bu kubların biri 10 ədəddir, 10 ədədini təmsil edir. 1 onluq, 2 onluq, 3 onluq və 4 onluq. 4 onluğu dəftərimizə qeyd edirik. Yəni gəlirik buradan saydığımız 4 onluğunu qeyd edirik. Daha sonra burada təkliklər hissəsinə baxırıq. Təkliklər hissəsinə 1, 2, 3, 4 və 5 dənə kub var. Kubların sayı, ümumi sayı 5-ə bərabərdir. Təkliklər yadınızda qalsın ki, onluqların sağına yazılır. Yəni soldan sağa doğru yazım edirik. Təkliklərimizin sayı 5 olduğu üçün buraya yazırıq. Ümumi rəqəmimiz 45 alınır. Gəlin indi isə B variantına baxaq. B variantındakı birinci onluqların sayırıq. 1, 2, 3, 4 və 5. 5 onluğumuz var. Gəlib burada qeyd edirik ki, 5 onluğumuz var. Daha sonra təklikləri ümumi sayırıq. 2, 4, 6, 7 dənə təşliyimiz var. Gəlin bura 7 yazaq. Yenə dediyim kimi soldan sağa doğru C variantına baxırıq. Artıq C variantında fərqli bir şey görürük. Təkliklərdə heç nə yoxdur. Onluqlarda isə 3 var. Gəlin birinci 3'ü yazaq. 3'ü bura qeyd edirik. Və təkliklərin yerinə boşluq qoyulduğu üçün boşluq nəyi təmsil edir? Boşluq 0'ı təmsil edir. Yəni cavabımız 30 olacaq. Ümumi cavab isə belədir. Keçirik 6-cı tapşırığa. 6-cı tapşırıq deyir, onluq və təkliklərə ayrılmış ədədləri dəftərdə rəqəmlə yazın.
Gəlin birinci A variantından başlayaq. Deyir ki 8 onlu 2. Gəlin biz burada onluqları öz yerinə, yəni necə olacaq? Yəni dediyim kimi sağdan sola yazma aparacağıq. 8 onluq 2 təklik cavab oldu 82. B variantına baxaq. 7 onluq 0 təklik bərabər olacaq. 7 onluq 0 təkliyə cavab olacaq 70. C variantı. İndi buradaki tapşırıqdaki kimi bunu onluq və təkliklərə ayıracaq. 2 ümid edirəm verdiyim tapşırığı anlamışsınız. Bu tapşırığın davamını isə bu hissədən geri qalanını özünüz yazacaqsınız. Daha sonra keçək 8-ci tapşırığa. Samir fikrinə 2 rəqəmli ədəd tutdu. Bu ədəddə 5 təklik var. Onluqların sayı təkliklərin sayı ilə bir vahid çoxdur. Bu hansı ədəddir? Bir vahid çoxdur. Bir vahid çoxdur nə deməkdir? Sadəcə bir dənə çoxdur. Yəni 5-in üstünə 1 gələcək. Deyir ki, tapşırıqda Samir fikrinə 2 rəqəmli ədəd tutdu. 2 rəqəmli ədəd o deməkdir ki, ədəd 2 rəqəmdən ibarətdir. Bu ədəddə təklik. Təklik harda olurdu? Həmişə necə deyirdik? Onluq, təklik. Təklik 5, onluq isə 5-dən bir vahid çox. Yəni nə qədər eləyir bu ədədimiz? 65. Deməli ədədimiz 65-ə bərabərdir. Keçid edirik 9-cu suala. Burada deyir ki, Lalə fikrində 2 rəqəmli ədəd tutdu. Yenə Lalə fikrində 2 rəqəmli ədəd tutub. Bu ədədin rəqəmləri cəmi 4-ə bərabərdir. Bu ədədin rəqəmlərinin cəmi bərabərdir 4-ə. Bu ədədlər bizdən bir neçə ədəd soruşa bilər. Ona görə bura yazırıq. 1 üstə gələk 3 bərabərdir 4.
Yəni 1 və 3 ola bilər. 2 üstəgələk 2 bərabərdir 4. Yəni 2 üstəgələk 2 ola bilər. Yəni bu ədədlər hansı ədədlər ola bilər? Deməli 13, 22, daha sonra 3 üstəgələk 1 bərabərdir 4. 4 üstəgələk 0 bərabərdir 4. Deməli bu ədədlər hansı ədədlər oldu? 31 və 40. Deməli 13-ün rəqəmlərini toplayanda 4 eləyir. 2-nin rəqəmlərini toplayanda 4 eləyir. 3 ilə 1-in rəqəmlərini toplayanda 4 eləyir. Cavab isə bu şəkildə. Ədədlərimiz bunlardır. Ədədlərin müqayisəsi hissəsinə ulduz işarəsinin yerinə müqayisə işarəsinə istifadə olunaraq uyğunluğu müəyyən edin. 1. A variantını mən yazacağım. B variantını isə siz yazacaqsınız. 20-nin və 30-un arasında hansı işarə ola bilər? 30 20-dən böyük olduğu üçün böyük işarəsi qoyuruq. Sonra 27 və 37 arasında 27 37-dən kiçikdir. Daha sonra 5 və 50 arasında 5 50-dən kiçikdir. 67 və 25 arasında 67 25-dən böyükdür. Daha sonra keçirik bu hissəyə. Burada deyir ki 29 və 29. Necə olacaq bu ədədlər bir-birinə bərabərdir? Çünki hər ikisi eyni ədəddir. 78 və 87. 87 78-dən 55 və 15 arasında 55 15-dən böyükdür. 37 və 27 arasında 37 27-dən böyükdür. 71 və 71 arasında bunlar bir-birinə bərabərdir. Daha sonra 14 və 41. 14 41-dən kiçikdir. 60 və 6 arasında 66-dan böyükdür. 65 və 55 arasında 55 65-dən böyükdür. 60 və 70 arasında 70 60-dan böyükdür və son olaraq 44 və 48 arasında təbii ki 48 44-dən böyükdür. A variantı bu şəkildə, B variantını isə siz həll edəcəksiniz. Keçdik ikinci tapşırığa. Dairədəki ədəd verilmiş digər ədədlərin hər biri ilə müqayisə edin. Bir ədəd götürəcək 25 ədədini və bu ədədlərlə müqayisə edəcək. Gəlin A variantını mən edim, B və C variantı isə sizə qalsın. Deməli, ikinci tapşırığımızda deyilir ki, ikinci tapşırığımızın A variantında deyilir ki, 25 ədədini 24, 25 ədədini 22, 25 ədədini 29 və 25 ədədini 27 ilə müqayisə edin. 25 24-dən, yəni 24 25-dən əvvəl gəldiyi üçün deməli 25 daha böyükdür. 25 22-dən böyükdür.
29 25'dən böyükdür və 27 25'dən böyükdür. Qalanlarını isə siz həll edin. Keçdik 3-cü tapşırığa. Uyğun ədədləri göstərin və onları müqayisə edin. 50-dən bir vahid çox olan ədəd və 60-dan bir vahid az olan ədəd. Gəlin bu ədədi tapaq. 50-dən bir vahid çox olan deyirsə, 50 üstə gələk 1 bərabərdir 51-ə. Və 60-dan bir vahid az olan ədəd. Deməli, az deyirsə çıxacaq, bir vahid deyir. Bərabərdir 59. Deməli, bunları ədəd oxu üzərində göstərməliyik. Gəlin göstərək. 50-dən bir ədəd sağda, yəni burada. 51 və 59. 59 harada yerləşəcək? 60-dan bir vahid solda. Bura olacaq 59. İndi gəlin bu ədədləri müqayisə edək. 51 kiçikdir 59-dan. Çünki 51 59-dan solda yerləşir. Ədəd oxunda da fikir verə bilərsiniz. 51 necə yerləşir? 59-dan solda yerləşir. Ona görə siz oxunucunu gətirib bura qoyacaqsınız. Səhvləri tapın. Gəlin səhvləri tapaq. Uşaqlar, 45 deyir 35-dən böyükdür. Doğrudur. Çünki 45 ədəd oxununda 35-dən harda yerləşir? Sağda yerləşir və böyük olur. 30 və 3 bərabərdir. Bu ədədlər ikisi eyni ədəd deyil. İkisi eyni ədəd olsaydı bərabər olardı. Deməli, bu səhvdir. Səhv olanları gəlin qeyd eləyək. 3 bərabərdir 30. Daha sonra 56, 65 56-dan böyükdür deyir. Doğrudur. 65 həqiqətən də 56-dan böyükdür. 27 böyükdür 76 deyir. Sizcə bu doğru ola bilər? 76 böyükdür yoxsa 27? Təbii ki də 76 böyükdür. Ona görə bu işarə bu şəkildə olmalı idi. Yəni bu şəkildə çəkilməli idi. İşarə səhv qoyulub. Ona görə biri də 27 böyükdür 76. Deyir ki 74 84 74-dən böyükdür. Bəli, doğrudur. 18-dən 81 bərabər deyirlər. Bunlar eyni ədəd deyil. 81 bərabərdir 18. Daha sonra deyir ki 89 böyükdür 90. Xeyr, 90 89-dan bir vahid böyükdür. Cavab 90 89. Bunlar səhvdir. 5-ə keçəcəyik. Mən uşaqlar tapşırıq 5-də deyir ki, boş xanaların yerinə aid 3 nümunə yazın. Gəlin buradan baxaq. Boş xanamızın biri 27-dən böyük olan ədədlər olmalıdır. Gəlin 27-dən böyük olan bir neçə ədəd yazaq. 27-dən, daha doğrusu 27-dən kiçik olan bir neçə ədəd yazaq. Mən 3 ədəd yazmışam. 26, 25, 24. Hər biri 27-dən necədir? 27-dən kiçikdir. Daha sonra gəldik 65 hissəsinə, bu hissəyə. 65-dən gördüyünüz kimi kiçik olan ədədlər istəyir. 65-dən kiçik 3 ədəd yazsaq 64, 63, 62 olar. Yəni 65-dən 3 geriyə sayarıq. Bu da eləyər bu şəkildə. Daha sonra deyir ki, bu işarələri mən belə edeyim, siz çaşmayın. Çünki bir neçə dənə belə işarə var. Bəli. Deməli 96-dan kiçik olan bax burada görürsüz.
kiçik işarəsidir bu işarə. 96-dan kiçik olan ədəd istəyir. 96-dan kiçik hansı var? 95, 94, 93. Deməli bu nədir? Üzr istəyirəm, burada işarəni səhv qoymuşam. Gəlin burada işarəni düzəldək. 96. 96 böyükdür 95-dən, 94-dən və 93-dən. Burada böyükdür işarəsini gəlin qoyaq. Daha sonra 87. 87 deyir ki, bax, buradakı ədəd 87-dən böyük olmalıdır. Nə ola bilər? 88, 89 və 90. Deməli, 87 kiçikdir bu ədədlərdən. Daha sonra 77. 77 böyük olmalıdır. İşarəni görürsünüz, yəqin ki, böyük işarəsidir. 77 böyükdür 76-dan, 75-dən və 74-dən. Deməli, bu işarəniz oldu. Bu işarə, baxın, böyük işarəsi olacaq. Onu səhv yazmayın. 27 bu şəkildə, cavablarımız bu şəkildə olacaq. Daha sonra keçək 6-cı tapşırığa. 6-cı tapşırığımızda deyir ki, buradakı, bax, bura yadınızda qalsın. Bura olacaq onluq. Bura olacaq təklik. Yəni, bunları mütləq qeyd edin, çünki yadınızdan çıxa bilər, onluq ya da təklik olması. Bura deyir ki, böyük olmalıdır. Baxıram, buradakı onluq 8-dir. 8-dən böyük nə var? 8-dən böyük 9 var. Deməli, ədədimiz olacaq 9. Daha sonra, buradakı təkliyimiz nədir? 8. 8-dən böyük olmalıdır. 8-dən böyük nə var? 9. Deməli, cavabımız 9 olacaq. Bura baxıram, təklik. Burada baxıram, təklik. Buraya yazıram, tək. Bu da təklikdir. Deməli, bu bundan böyük olmalıdır. 2 böyük olmalıdır. 2-dən kiçik nə var? 2-dən kiçik 1 var. Daha sonra, baxıram, bura nədir? Təklik. Bura nədir? Onluq. İşarə nədir? Bərabər. Təkliyin yerinə gəlirəm, buradakı təkliyi götürüb yazıram. Yəni, buradakı təkliyimiz olacaq təkliyin yerində. Buradakı onluğumuz isə gələcək onluğun yerinə. Onluğumuz nədir? Onluğumuz da 4-dür. Gətirib buraya yazırıq 4. Onluğun yerinə onluğu, təkliyin yerinə isə təkliyi yazdıq. Daha sonra, buradakı işarə nədir? Yine bərabər işarəsidir. Təklik. Təklik təkliyə nə olmalıdır? Bərabər olmalıdır. Bura götürüb yazıram 3. Daha sonra bura baxıram. Onluq. Onluğun yerinə nə olmalıdır? Onluğun yerinə 6 olmalıdır. 6 ilə 6 bir-birinə bərabərdir. Ədədlərimiz bu şəkildə olacaq. Birinci boşluğa 9. İkinci boşluğa 9. Üçüncü boşluğa 1. Dördüncü boşluqlara 8 və 4. 8 və 4. Beşinci boşluğa isə 6 və 3 olacaq. Bu şəkildə. Deməli, uşaqlar, gördüyünüz kimi bu cavabımızdır. Bu 6-cı tapşırığımızın cavabıdır. Keçəcək məsələ həllinə. Kimin kitabı daha çoxdur? Siz burada kitabları bir-bir də saya bilərsiniz. Təxmini də cavab verə bilərsiniz. Otururuq, gəlirik burada kitabları bir-bir sayırıq. 3, 6, 7, 8, 9, 10. Bura 10'dur. 2, 4, 6, 8, 10. Burada 10'dur. Deməli, bura neçə oldu? 20. Təkliklərimiz neçə olacaq? 1, 2, 3, 4, 5. 25. Keçirik bura. 2, 4, 6, 8, 10.
Bu hissələr tam dolduğu üçün onluqları təşkil edir. 2, 4, 6, 7. 2, 4, 6, 7. Deməli, bu olacaq. Bura olacaq 25. Bura olacaq 27. Oldu 2 onluq, 5 təklik. 2 onluq, 7 təklik. Aynur və Anar. Deməli, kimin kitabları daha çoxdur? Anarın kitabları daha çoxdur. Keçdik 8-ci suala. 8-ci sualda isə uşaqlardan kimin pulu daha çoxdur? 5 qəpik ilə 5 qəpiyi toplayandan neçə eləyir? 10 qəpik eləyir. 10, 20, 30, 40, 50, 55. Deməli, neçə oldu Anar? Anarınki oldu 55. Səbinəyə baxırıq. 10, 20, 30, 40, 50, 60. Səbinənin də 60 qəpiyi var. Gəlib buraya yazırıq. 60. Deməli, hansının pulu daha çoxdur? Səbinənin pulu daha çoxdur. Daha sonra 9-cu tapşırığa baxırıq. Deyir ki, Samir fikrində hansı ədədi tutub? Fikrində 2 rəqəmli ədəd var. Bu ədəd 32-dən böyük. Deməli, bu ədəd böyükdür 32-dən. 35-dən isə kiçikdir. Ədədin onluqları ilə təşkilləri fərqlidir. Onluqlar və təkliklər eyni deyil. Yəni, onluqlar və təkliklər bir-birinə bərabər deyillər. Gəlin bu ədədləri birinci təxmin edək. Bu ədəd neçə ola bilər? 33 ola bilər və 34 ola bilər. Nə dedik? Dedik ki, ədədin bir-birinə bərabər olmalı deyil. Yəni, bu ədəd ola bilməz. Deməli, cavabımız yerdə nə qalır? 34. 34 32-dən böyükdür. 34 35-dən kiçikdir. Daha sonra keçirik 10-cu tapşırığa. Burada deyir ki, Lalənin muncuqlarının sayı 66-dan azdır. Nə deyir? Lalənin muncuqlarının sayı 67-dən azdır. Bu ədəd kvadratın içində yazılıb. Lalənin neçə muncuğu var? Deyir, bu ədəd kvadratın içində yazılıb. 67-dən azdırsa, gəlin burada bir kvadrat çəkək. Bu kiçik olmalıdır 67-dən. Gəlin birinci kvadratları tapaq. Kvadratlardan biri 69-dur. Biri 20-dir. Biri 65-dir. Biri 90-dır. Biri 77-dir. Biri də 58-dir. Bir də 90-dır. Ancaq baxıram ki, 90 dairədə yazılıb. 58 üç bucaqda yazılıb getdi. 20 düz bucaqlıda yazılıb getdi. Yerdə qalır 69, 65 və 77. 69 böyükdür 67-dən. Deməli, bu ola bilməz. 77 böyükdür 67-dən. Ola bilməz. 65 isə kiçikdir 67-dən. Deməli, cavabımız 65-dir. Buraya yazılacaq 65. Gəlin birinci məsələyə baxaq. Hansı masada daha çox banan var? Əvvəl təxmin edin, sonra isə saymaqla cavabınızı yoxlayın. Əvvəlcə siz bir təxmində bulunun. Daha sonra isə gəlin sayaq. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24, 25. Burada oldu 25. Burada sayaq 2, 4, 5 banan var. 5, 10, 15, 20, 25. Deməli, nə oldu? Cavablarımız bərabər oldu. 25 bərabərdir 25-ə. 25 bərabərdir 25-ə. Daha sonra ikinci məsələyə baxırıq.
İkinci məsələmizdə nə deyir? Deyir ki, hansı cümlədə sözləri təşkil edən hərflərin ümumi sayı daha azdır? Əvvəl təxmin edin, sonra isə saymaqla cavabınızı yoxlayın. Gəlin birinci təxmin edin. Mənə elə gəlir ki, A variantı daha az olar. İndi isə gəlin onları sayaq. Birinci cümləmizdə oldu 45 söz. Bura yazıram. A 45. A 45. B'ye yazıram. Gəlin isə B variantını sayaq. Bu cümləni isə sayıram ki, 44 dənə söz var. Gəlin buradan 44 dənə hərf var. Deməli, hansı cümlədə daha azdır? Cavab B variantı. Bu cümlədə daha az söz, hərf var. Keçirik üçüncü tapşırığa. Amir deyir ki, daha çox hissəsi olan puzzle almalıdır. O hansı qutunu almalıdır? Qutuların üzərinə diqqətlə baxırıq. Burada deyir ki 23 hissə, burada isə deyir ki 32 hissə. Sizcə 32 çoxdur, yoxsa 22? 23. Gəlin müqayisə edək. Buradan yazıram 23. Buradan isə yazıram 32 və müqayisə edirəm ki 32 daha böyükdür. Ali və qardaşlar saydıqları uzunları dəftərə saydılar, lakin yazdıqları 2 rəqəmli ədəddə 3 onluq 2 təklik var. Qardaşının yazdığı rəqəmdə isə 2 onluq 9 təklik var. Kim daha çox oldu? Birinci Lalə və qardaşı. Yəni, Lalə yazmışdı 3 onluq və 2 təklik. Qardaşı isə dəftərə yazıb 2 onluq 9 təklik. Kim daha çox ulduz saydı? Gəlin müqayisə edək. 29 və 32-ni. 32 daha böyükdür. Deməli, Lalə daha çox ulduz sayıb. Nənə həyətdəki cücələri saydı. Cücələrin sayı 25-dən çox, 35-dən isə azdır. Bu ədəddə təkliklərin sayı 3-ə bərabərdir. Yəni, təkliklərimiz 3-ə bərabərdir. Mütləq bunu qeyd etməliyik. 2 dəqiqə. Həyətdə neçə cücə var? Deməli, nənə cücələr sayır. 25-dən çox, 35-dən isə azdır. Təkliklərinin sayı 3-ə bərabərdir. Yəni, bu ədədimiz 25 və 35 arasında bir ədəddir. Təkliyi 3-ə bərabərdir. Bu ədəd həyətdə neçə cücə var? 23 olsa, gəlin biz bura yazaq. Buradakı onluqlar 3 və 2-dir. 2 ola bilər və 3 ola bilər. Biz bura 23 yazsaq, bu alınmır. Çünki 23 25-dən böyük deyil. 25-dən çox deyil, əksinə kiçikdir. Gəlin müqayisə edək. 25 böyükdür 23-dən. Amma bizə bu lazım deyil. Gəlin indi yazaq. İndi 33 yazdıq rəqəmin yerinə. Gəlin müqayisə edək. 25 kiçikdir 33-dən. 33 isə kiçikdir 35-dən. Deməli, cavabımız nə olacaq? Cavabımız 33 olacaq. Daha sonra deyir ki, Anar fikrində bir ədəd tutdu. Bu ədəd 65-dən böyük, 71-dən isə kiçikdir. Ədədin onluqların və təkliklərin bərabərdir. Sayının cəmi. Cəm sözünü mütləq yadınızda saxlayın. Bu ədəd hansıdır? Deməli, 6-cı tapşırıqda deyilir ki, Anar fikrində bir ədəd tutdu. Ədəd 65-dən böyük, 71-dən isə
kiçikdir. Bu ədədin onluqlarının və təkliklərinin sayı cəmi. Yəni onluqlar plus təkliklər bərabərdir 7-yə. Onluqlar və təkliklərin cəmi 7-yə bərabərdir. Bu ədəd hansı ədəddir? Gəlin cəmi 7-yə bərabər olan ədədləri buradan yazaq. Birincisi onluğu ya 6 olmalıdır, ya 7 olmalıdır. 6'nın üstünə neçə gələndə 7 eləyir? 1 gələndə bərabərdir 7 eləyir. Amma 61, yəni burada qeyd etsək 61 kiçik olacaq 65-dən. Bu isə bizim şərtimizi ödəmir. Amma buradan 7'nin üstünə 0 gələndə də 7 eləyir. 70 böyükdürmü 65'dən? Bəs 70 eyni zamanda kiçikdirmi 71'dən? Hər iki şərtimiz ödəndi. Bu deməkdir ki, cavabımız 70 olacaq. Buraya yazacaq 7 və 0. Cavab budur. Bugünkü dərsimiz bu qədər.